cinayət cəzaları, onların icrası, qabilləri və həlli. Və qeyd edilmək istəyirəm ki, bu kitabda Musa müəllim uzun illər çalışdığı və qurbalığı təcrübələri də əks etdirir. Yəni, kitab sırf nəzəri deyil, praktiki məqamlar da çoxdur, təşviklər də çoxdur. Demək olar ki, bütün cəzalara aid mən fikirlərimi, düşüncələrimi görüşdürmüşəm. Cəzalar icrasından bağlıyıq, amma bizimlə bağlıyıq. Və digərlər, yəni cəzaya aid olan məsələlərlə bağlı, hissiyatla bağlı bir də fikirlər formalaşdırmışam. Sözsüz ki, onu bir cəm şəklində bugün sizə təqdim edirəm. Sözsüz ki, mənim onda göstərdiyim fikirlər, müqtəda, düşüncələrim demədə doğru bilər, mən bunu normal qəbul edirəm, sözsüz ki. Mənim əsas məqsədim bir də ondan ibarətdir ki, biz gənclərimizi, burada oturan gənclərimizi, ümumiyyətlə, yüzlərini, maraqlı olan insanları yazıda təşvik edir. Mən onu deyərdim ki, Azərbaycanda cəza çəkmə sistemində qanunvericiliyin təkmilləşdirilməsində Musa müəllimin böyük xidmətləri oldu. Musa müəllimin bu kitabında da cəzaların növləri, atış son 9-un hansı cəzalar var, hansı qarşılıqlı olunmalıdır, incəlikləri, yəni qanunun açıqlaması burada bir çox hallarda verilir. Musa müəllimin alim kimi uğurları yəqin ondan bəhrələnir ki, təcrübədən gələn nəzəriyyəçidir. Bu çox qiymətlidir. Çox qiymətlidir. Musa müəllim yazdığı bu kitabda olan o fəsillər ki var, onlar çox spesifik fəsillər. Çox. Yəni, o xüsusi bilik tələb edir. Xüsusi bilik. Və ona görə hesab edirəm ki, bu bilikdən öyrənmək lazımdır, bunu ötürmək lazımdır. Ümumiyyətlə, cəza icra hüququ sahəsində həm tədqiqat aparan, həm bu fənnin tədrisi ilə məşğul olan bir insan kimi deyə bilərəm ki, biz hamımız Musa müəllimdən bəhrələnmişik. Onun kitablarından, onun məqalələrindən və son illərə qədər istər diplom işi yazan tələbələrimiz, hal-hazırda magistr dissertasiyası üzərində çalışan tələbələrimiz Musa müəllimin kitablarından çox istifadə edir. Yəni, çox böyük uğurdur.